Salam, hamınızı xoş gördük. Qəşəng evimiz çıxıb satdığa, deməli 5 sotdur. 420 min manat. Bəyənirsin. Bir də reski bunu çək, resk. Üstü bağlıdır. Maşınla girdiniz, maşınınızı saxladınız burada. Yəni avtomobilinizi. Pultla idarə olunan qapı, yola 50 metr məsafədə. Bravodan Qalıya gedən yolun üstündə yola 50 metr məsafədə. Yəni yola yaxın olan evləri çəkib sizə göstərirəm. Gəl. Bura mətbəxdir. Mətbəx mebeli varıdır. Gördüyünüz kimi. Sənət kupça tam çıxarış, tam mülkiyyətdir. Bura çamaşırxanadır. Çək göstər. Bura sanuzeldir. Burada da cam balkondur, bağlıdır. Stifoldur. Gəl. Üstü bağlıdır, bax gördünüz. Yaşıllıq. Evin arxasında keçid var. Hovuzumuz. Filtrli hovuz. Qəşəng təmirlidir. Manqalı burada yerləşir. Burada cam balkonla bağlanıbdır. Burada stifoldur, evin içi də stifoldur. Deməli manqalı. Kranı. Buradan belə bir görünüşü. Bax belə. Bura mətbəxidir. Mətbəxdən də çölə çıxmaq olur. Bura çıxmaq olur yəni. Manqalxana tərəfə. Otaqlarla tanış olaq. 200 kvadrat metrdir. Kim alsa Allah xeyir versin. Burada belə bir şifanerdir. Dolab. Mətbəximiz. Bax, həmən bu qapıda burada. Buradan yəni manqal tərəfə çıxmaq olur. Həyətə çıxmaq olur. Qonaq otağı 50 kvadrat metrdir qonaq otağımız. TV stendi. Burada da belə bir polçikadır. Suvenir qab-qacaq zat yığmaq üçün. Və 4 dənə yataq otağı. Burada da şifaner yığdırmaq olar. Boş yerdir. Məsəl üçün biri orada, bir dənə də burada yığdırırsınız. Gəl baxaq bu yataq otağına. Açıq rəngdədir, avoylar hamısı açıq rəngdədir. Otaqlar laminatdır. Koridor, mətbəx, qonaq otağı qranitdir. Bu ikinci yataq otağıdır. Ən balaca otağı budur. 3-4-də. Bu üçüncü yataq otağıdır. Buranın da hamam tuvaleti var, duş kabini var. Qiymət 420 min. Aşağı yeri olacaq, 5 sotdur. Bura ümumi sanuzel otağıdır. Və üçüncü yataq otağı. Deməli, 3 dənə sanuzel var evin içində. İkisi yataq otaqlarında, biri də koridorda. Bu da 4-cü yataq otağında yerləşən sanuzeldir. Stipolun kollektorları buradadır. Bax, həm spotlar var, həm də belə buralar açıqlar. Yəni, bura açığı burada da bir dolap yığdırmaq olar. Düz bura kimi. Hətta onu çıxardıb burada qoymaq olar. Bunda bura lap geniş olacaq. Yəni, zövqdən asılıdır. Kim alsa Allah xeyir versin. Bugünə bu qədər sağ olun, minnətlər.